Naxçıvan, sirli, sehirli qədim yurt yeri. Elə bu qədimliyinə görədir ki, ona Nəqşi Cahan deyirlər. Bu torpağın qəribə rəngləri var. Sanki kainatın dərinliklərindən gəlir bu rənglər. Elə bil, nəhayətsizliyin ahəngini gətirib onlar. Ona görə rəssamlar bu yurdun bir-birindən ecazkar mənzərələrini tabloya köçürməkdən doymurlar. Çünki onlarda sanki əbədiyyətin sehirli nəfəsi var. Tarixin ürəyi döyünür, keçmişi sabaha aparan bu Naxçıvan abidələrində. Onlara baxanda gözümüzün qarşısından zamanın odu, alovu, işığı, kölgəsi keçir. Ustad Şəhriyar demişkən, burada xəyal meydanları genişdir. Tarix əslində xəyalla gerçəyin arasında bir sərhəddir. Bəşərin yolu bu sərhəddən keçir. Qalalar, saraylar, türbələr, məscidlər. Burada hər nə varsa, o yaşantılardan qalan izləridir. Tarix və onun yadigarıdır. Azərbaycanın xanlıqlar dövrü ağrılı-acılı xatirələrlə doludur. Amansız qarşıdurmalar, qardaş qırğını və yaxınlaşan qürubun qan qoxulu rəngləri Azərbaycan taleyində qara şırımlar açıb. Amma bu faciələrin içindən işıqlı mədəniyyət abidələri də boylanır. 1780-ci ildə Naxçıvan xanı Kərbalı xan Kəngərlinin dövründə inşa edilən bu saray o uzaq tarixin şahididir. Onun daşının, divarının dili olsaydı, min bir tarix danışardı. İndi bu qədim sarayda Dövlət Xalça Muzeyi yerləşir. Bu məkanda həmçinin dekorativ tətbiqi sənət nümunələri, rəsm əsərləri, yerli ustaların duzdan, dəmirdən, ağacdan hazırlanmış əl işləri, bədii tikmələr nümayiş olunur. Dünyanın ən qədim sənətlərindən biridir ağac oyma. Bugün də bu xalq sənəti usta əllərinin işığında yaşayır, həyata gözəllik qatır. Ən sadə taxta parçasında gözəlliyi görmək, onu obraza çevirmək sənətkar zövqünün incəliyi ilə bağlıdır. Elə bu sənət incəliyini yaşadır Füzuli Xəlilova. Onun yaradıcılığında milli mədəniyyətimizin, xalq düşüncəsinin sadə və zərif izləri var.
Batabat gölü. Adı da qəribədir, özü də. Göylərin güzgüsüdür bu göl. O əsrlərdə üzüb gedən buludlarla, ayla, ulduzla, gecələrlə həm söhbətdir. Yaz-yay aylarında bu təbiət gözəlinin tamaşasına gələnlər çox olur. Təkcə bu gölün əsrarəngizliyi yox, bu yerin havası da can dərmanıdır. Şahbuz Dövlət Təbiət Qoruğunun bir parçası olan Batabat gölü 16 hektar ərazini əhatə eləyir. Xalçalar öz rəngini təbiətdən alıb. Onların hər naxışında, hər ilməsində doğma torpağın ətri, nənələrimizin zərif əllərinin sığalı var. Ona görə xalça evimizin bəzəyi, yaddaşımızın güzgüsü olub. Ruhumuza nəsil-nəsil sirri bir rahatlıq gətirib. Öz rəng çalarlarının zənginliyi ilə seçilən Naxçıvan xalçalarının tarixi çox qədimdir. Bədii quruluşuna və texniki xüsusiyyətlərinə görə onlar Qarabağ Xalçaçılıq Məktəbinə aiddir. Mətanət Məhərrəmova Şahbuzun aşağı qışlaq kəndində yaşayır. Gözünü açıb evdə xalça görüb. Bu qədim xalq sənətinə məhəbbət də elə balaca yaşlarından yaranıb. Rəqs kainat ritminin bir parçasıdır. İnsan ruhuna qanad verən, onun qanını coşduran çox qədim və sehirli bir ritualdır. Azərbaycan mədəniyyəti bir-birindən gözəl rəqsləri ilə zəngindir. Şahbuz Mədəniyyət Sarayının rəqs qrupunun ifa elədiyi bu rəqsin adı Çöpüdüdür. Əsrlərin dərinliklərindən gəlir bu ad. Onun soy kökündə zamanın ritmi var. Azərbaycan memarlığının incilərindən sayılır Möminə xatın türbəsi. Memar Əcəminin dünyaca məşhur olan bu əsəri qədim Naxçıvan torpağının rəmzlərindən biridir. 1186-cı ildə ucaldılan bu türbə Atabəylər sülaləsinin qızıl dövründən bir yadigardır. Zamanın keşməkeşləri, tufanları keçib onun başı üzərindən. O isə elə olduğu ucalıqda dayanıb.
Belə bir fikir var. Məscidlər yer üzündə kainatın yığcam əksidir. Orada ilahi nurun təcəllası var. Bir-birinin başına dolanan nəhəng ulduzlar, galaktikalar bu ilahi nurun ətrafında cəmlənib. Kainat bura ibadətə gələnlərin qarşısında qapılarını açır. Əbədiyyət burada işarələrini göstərir. İnsan Yaradanın qarşısında özünü məsul bilir. Atabəylər mimarlıq ansamblının ən gözəl tikililərindən olan Naxçıvan Cümə məscidi 1786-cı ildə inşa edilib. Arpa çayı aşdı daşdı. Bu niskilli xalq mahnısı əsrlərdir qəlbləri göynədir. Bu iki gəncin, Sarə ilə Xan Çobanın nakam sevgisi sanki bu çayın sularına qarışıb. Bəlkə də arpa çayını bizə sevdirən, ona gözəllik verən elə bu nakam sevgidir. Köçəri. Bu rəqsin adı adama ənginlikləri xatırladır. Səhralar, dağlar, uzaqlardan ötüb keçən durna qatarı, yol alıb gedən karvanlar gəlib keçir gözümüzün qabağından. İnsan qəlbi sanki onların arxasınca qanadlanmaq istəyir. Bu sadəcə bir rəqs deyil, nəhayətsiz aləmlərin sirli işarəsidir. Şərur Xalq Yallı ansamblının ifasında bu rəqsə tamaşa eləyəndə istər-istəməz duyğulanırsan. Rəqs mədəniyyətimizi yaşadan bu ansamblın yaxınlarda 100 yaşı tamam olacaq. Yüzilliklərin yaddaşını qoruyan 100 yaş. Bu ansamblın şöhrət qazanmasında dahi bəstəkarımız Üzeyir Hacıbəyovun böyük xidmətləri olub. Məhz onun təşəbbüsü ilə Şərur Yallı ansamblı 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyət 10 günlüyündə maraqlı proqramla çıxış edib. Evə lampa işıq saçar, həyət bacaya təndir. Kəndi kənd eləyən təndirin tüstüsüdür, onun ətridir. Bu bərəkət ətri elə bil həyətləri, evləri bir-birinə doğmalaşdırır, insanları mehribanlaşdırır. Təndir özü bir hikmətdir. Şərurun Xətai kəndində yaşayan Rəhilə Nəcəfovanın bişirdiyi çörəyin dadında da bu hikmətin qədimliyi var.
Əshab-ı Kəhf, qədim övliyaların nişanəsi. Naxçıvanın bu sirli dağlarına baxanda, qədim dünyanın sirli hekayətlərinin diriliyini hiss edirsən. İlahi hikmətin təzahürü var burada. Əshab-ı Kəhf adına əfsanələr, rəvayətlər, bayatılar, atalar sözləri, zərb-i məsəllər var Naxçıvanda. Hamısı da bu qədim ziyarətgahı olan inamdan xəbər verir. Azərbaycanımızın bir çox inanc yerləri ilə bağlı söylənildiyi kimi, Naxçıvanda da deyirlər ki, 7 il sərasər Əshab-ı Kəhfi ziyarət etmək həcc ziyarətinə bərabərdir. Qarabağlar türbəsi, orta əsrlər şərq memarlığının əvəzsiz nümunəsi. Yüzilliklər keçir, nəsillər dəyişir. Bu abidə xalqın yaddaşını həmişə oyaq saxlayır. Burada 19-cu əsrə aid 350 eksponat var. Üstü rəngli kaşalarla bəzədilmiş bu türbəyə uzaqdan baxanda, o, al-əlvan bir xalçaya bənzəyir. 13-cü əsrdə yaşayan Elxani hökümdarı Hülaki xanın arvadı Qutay xanımın şərəfinə ucaldılıb bu türbə. 1998-ci ildə UNESCO-nun maddi mədəni irs siyahısına salınıb. Əlincə qalası, tarixin uzaq üfüqlərindən boylanan daş yadigarımız. Döyüşlər, alovlar, atların kişnərtisi, qılınçların cingiltisi, orduların qəzəbi indi burada sükuta dönüb. Əlincə qalasına baxanda hərdən adamı elə gəlir ki, o saysız hesabsız müharibələrin yorğunluğu sanki təzə-təzə onun canından çıxır. İndi Əlincə müdrik qocanı xatırladır. Bu qocanın yaşı haqqında indi yalnız tarixçilər danışır. Limonun tək rəngində deyil, ətrində də günəşin parıltısı var. Limonu hamı sevir. Bəlkə də bu, insanın günəşə olan sevgisi ilə bağlıdır. Ordubadın limonu adlandı. Aşağı Əndəbiz kəndində yaşayan Qüdrət Rüstəmovun limon bağı öz gözəlliyi ilə məşhurdur. Amma bu limon bağının, burada yetişən meyvənin gözəlliyi təkcə günəşlə bağlı deyil. Bu, daha çox insan zəhmətidir, torpağın bərəkətidir. Şərq öz bazarları ilə tarixə məşhur olub. Onun bütün əfsanələrindən, nağıllarından, rəvayətlərindən, hekayətlərindən bazarların adı keçir. Ordubaddakı Qeysəriyyə muzeyi Şərqin bazarlarından olub. Bu bazarlarda şahlara layiq ləl-cəvahirat satılıb. 17-ci əsrə aid bu məkan İndi o dövrün ab-havası, hayküyü, daşqaşının parıltısı ilə dolu, xatirələri ilə nəfəs alır. 1990-cı ildən isə öz köhnə adı ilə təzə muzey həyatını yaşayır Qeysəriyyə.
Televiziya yeni zamanın güzgüsüdür. O dəyişən dünyaya, tarixin gedişatına şahidlik eləyir. Naxçıvan televiziyası 1963-cü ildən fəaliyyətə başlayıb. Gün ərzində 17 saat efirə çıxan bu televiziyanın 200 əməkdaşı var. Bu televiziyanın xəbərlər proqramı təkcə doğma dildə deyil, həm də rus və ingilis dillərində yayımlanır. Azərbaycanımızın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik, milli dövlətçilik, Azərbaycançılıq ideyası onun siyasi fəaliyyətinin əsas qayəsi olub. Naxçıvan şəhərindəki Heydər Əliyev mərkəzindəki eksponatlar da elə bu tarixi həqiqətdən danışır. Ulu öndərimizin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə əks etdirən bu muzey 1999-cu il mayın 10-da ümummilli liderimizin ad günündə açılıb. Muzeydə 5800-ə yaxın eksponat var. Qoca Şərqin incisi, Nəqşi Cahan. Adı tariximizin şanlı səhifələrinə həkk olunan qədim yurt yerimiz. Əsrlər boyu təlatumlar yaşayıb, tarixin sərt sınavları ilə üz-üzə qalıb. Amma qürurunu qoruyub saxlayıb, zamanın tufanları qarşısında əyilməyib, həmişə şax dayanıb. Bugün Naxçıvan torpağı da böyük zəfərimizin, 44 günlük tarixi qələbəmizin sevinci ilə nəfəs alır. Gündən günə gözəlləşən Naxçıvan, zamanın səsinə səs verir, qrup yaratmaq eşqi ilə yaşayır. Nəğməlidir, qışı yazın.